siyasi proseslərin pərdə arxası, cəmiyyəti narahat edən məsələlər, vətəndaş şikayətləri. Bütün bunlar Rövşanə ilə gündəmdə. Salam, xoş gördük. Barometr TV-də Rövşanə Ağasəf qızı. Bugün təhsildən danışacağıq. Uzun illərdir ki, təhsil sistemində problemlər, siniflərdə sıxlıq, müəllim çatışmazlığı, sertifikasiya imtahanları, direktorların imtahanla qəbulu, yəni çoxdur da problemlər. Həddən artıq təhsil varsa, problem də var və biz də düşündük ki, bugün o problemlərə biraz işıq salaq. Yaxşıdan hər zaman danışmışıq. Yəni, yaxşını zaten görürük. Bəs negativlər nədir? Problemlər nədir? Studiyamızın qonağı ilə müzakirə edəcəyik. Təhsil eksperti Kamil Talıbov. Kamil müəllim, xoş gəlmişsiniz. Xoş gördük sizi. Təhsil məsələsi hər zaman gündəmdədir, hər zaman aktualdır. Yəni, uşaqlarımız varsa, oxuyanlarımız varsa, hər zaman müəllimə ehtiyac var, təhsilə ehtiyac var, tədris gözəl olmalıdır və bir ölkənin inkişafı, bir ölkənin qabağa getməsi onun mütləq və mütləq təhsilinə bağlıdır. Bütün sahələrdə negativlər ola bilər və biz gəlib sonda kökünə dayananda bu məsələnin kökündə nə dayanır? Düşünürük ki, təhsil problemi, təhsil yaxşı olsaydı belə olmazdı. İstər həkiminə aid olsun, istər aktyoruna aid olsun, istər mühəndisinə aid olsun, fərq etməz. Bütün sahələrdə əgər boşluq varsa, sonda gəlib deyirik ki, təhsil zəifdir. Vaxtında yaxşı təhsil görməyib. Necədir bugün bizim təhsil sistemində vəziyyət? Çox həqiqətən biraz ağır məsələdir. Çünki dediyiniz kimi, istəyir mühəndis olsun, həkim olsun, hansı sahədə məşğul olursansa ol, bu adamların hər bir təhsil görüb. Yəni bunların kötüyü təhsildən gəlib. Yəni yaxşı təhsil almayan bir tibb universitetinin tələbəsi yaxşı həkim olmur. Yaxşı təhsil almayan Bakı Mühəndislik Universitetinin mühəndisi yaxşı mühəndis olmur. Əlbəttə ki. Ona görə kökündə təhsil dayanır və bizim biraz təhsildəki problemlərin daha çox işıqlanması, məsələn, digər sahələrə nəzərən atıram. Biz Kənd Təsərrüfat Nazirliyi ilə bağlı hər hansı bir negativ materiallar tapırıq. Yəni sosial şəbəkəyə giririk, axtarışa. Yəni bəlkə də soruşsam Kənd Təsərrüfat Naziri kimdir? Siz də mən də bəlkə bilmirik. Yəni niyə? Çünki o adamlar idarə elədiyi insanlarla Təhsil Nazirliyi və təhsil sahəsində olanların idarə olması arasında böyük bir fərq var. Yəni bu sözüm biraz səhv başa düşülməsin. Mənim də özüm rayon adamıyam, amma Kənd Təsərrüfat Nazirliyinin idarə eləyəcəyi təbəqə hamısı ziyalı təbəqə deyil. Amma Təhsil Nazirliyinin idarə etdiyi təbəqə hamısı ziyalı təbəqədir və bunlar nəyin necə olduğunu çox yaxşı bilirlər. Sən orada çıxıb hər hansısa bir nəyisə yanlış etdiyiniz bir şeyi ört-basdır eləyə bilmərsiniz. Sosial şəbəkə deyə bir şey var. Bu dəqiqə hamının evi bir kanala çevrilibdir. Yəni hər kəs evindən bir götürər, canlı yayım açır və başlayır hər şey haqqında fikir bildirir. Ona görə də bu dəqiqə günümüzdə təhsilimiz problemlidir. Problemli olduğuna görə də ən çox danışılan məsələ də elə sırf təhsildir. Bir neçə gün öncə idi deyəsən, Təhsil Naziri öz çıxışında bildirdi ki, daha doğrusu müəllimlərlə bağlı öz çıxışında dedi ki, saat 6-ya qədər, yəni 18:00-a qədər müəllimlər məktəbdə oturmalıdırlar. Fərqli yəni anlaşıldı bu məsələ. Biraz buna aydınlıq gətirək ki, və bilirsiniz, bugün azad meydan həm də sosial mediadır da və mən orada bəzi müəllimlərin fikirlərini, çıxışlarını, yazdıqları rəyləri oxudum və gördüm ki, buna çox etiraz edənlər var. Bəlkə də düzgün anlaşılmayıb, amma istəyərdim bu məsələyə bir aydınlıq gətirək. Emin müəllim həmin brifinqdə dediyi məsələ çox qəribə məsələdir. Yəni bunun tənzimlənməsi çox ağır bir şey olacaq. Bu birinci könüllü şəkildə olacaq. Müəllimin dediyinə əsasən könüllü olacaq. Amma burada bu məsələ bir çox problemi özlüyündə gətirəcək. Emin müəllimin etdiyi bu şey, yəni bu müəllimlərin maaşının artırılması kimi görsənir. Əslində maaş artımı deyil. Yəni iş yükü də artır. İş yükü artır və burada mən düşünürəm ki, əslində bunun da kökündə çox böyük bir problem dayanır. Bu repetitor hazırlığının qarşısını almaq üçün məncə bir atılmış addımdır. Nəyə görə? Çünki düşünün, yəni bu adamlar hər yerindən duran müəllim seçilmir. Yəni həmin o 2000 manatın üstündə maaş alacaq müəllimlər hər yerindən duran müəllim deyil. Müəllimlərin işə qəbul imtahanında yüksək bal yığmış, sertifikasiyadan yüksək bal yığmış, 50 balı keçmiş, 60 bal maksimal baldır. 50 balı keçən müəllimlər sırf o 2000 manat ala bilərlər. Amma burada bir məsələ də var. Çox qəribə bir məsələ var ki, o 50 balı keçən müəllimlər də o 2000 manatla qane olub məktəbdə qalmazlar. Niyə qalmazlar? Çünki o, yenə deyirəm, 50 balı keçən müəllimlərin 99% repetitorlardır.
Çünki digər repetitor Yəni fəaliyyətlə hamı məşğul. qala bilməyəcək də Yox, yox, o 18 könüllü bir sınıfı. şəkildə tənzimlənəcək. Sertifikasiya imtahanına yüksək bal toplamış. Bəli, 50 bal keçən müəllimlər Müəllim 6-ya qədər qalıb əlavə maaş alacaq. 2000 amma manatın 2000 üstündə. manatın üstü. Amma burada da dərs yükü artır da. Yəni Yox, işinə dərs yükü müqabilində artmır. alır. Yəni burada mən sizə bir məsələ, Aha. mən şəxsən qıraqdan baxıram o məsələyi belə qiymətləndirirəm. Emin müəllim bilir ki, o 50 bal keçmiş insanlar repetitorlardır. Onlar onsuz da evləri tədris mərkəzidir. Bu dəqiqə hər ev bir tədris mərkəzinə Bəli. çevrilibdir və bilir ki, o müəllimlər evdə vergi vermir, bir şey eləmir və gedir 8 min, 10 min manat, bu dəqiqə 70 min, 60 min manat aylıq ödəniş ala bilən müəllimlər var. Yəni bu real rəqəmlərdir, Bəli. mən sizə inandırım. Yəni sırf bu Aya addım da 70 min qazanan bəli, müəllim. aya 70 min qazanan çox rahat. Yəni bu böyük də Amma pul adam deyil. zəhmət çəkir, uşaq hazırlaşır. Çox. Yəni gecəsinin gündüzünə Gecəsi qədər dərs gündüzü keçir. yoxdur. İndi sən o müəllimi məktəbdə saxlamaqla nə iş görməyə çalışırsan? Yəni və nəzərə çatdırım ki, hazırlıqlar da hamısı günortadan sonradır. İndi bir şey var, deyirsiz zorla deyil, könüllüdür bu. Məcburi Amma deyil. bu tətbiq özünü tutmayacaq. Dediyim kimi 50 bal keçən hər bir müəllim onsuz da uşaq hazırlaşdırır. Repetitor fəaliyyətinə məşğuldur. Bəli. Biz bunu məktəbə gətirdiyimiz anda buradan verim ala bilmərik. Yəni onu getməyəcək. O 50 plus müəllimlər ora getməyəcəklər. Əgər gedəcəklərsə burada nə var? Bu dəqiqə hal-hazırda ən böyük problemimiz bilirsiniz nədir? Məktəblər hazırlıq kurslarına çevrilib. Və bunu mən sizə tam şəkildə bütün məktəbdə istəsəz rəqəm deyərəm, məktəblərin Aha. adlandırılmasına Deyil, deyərəm. problem deyil. Orada məsələ nədir? Bu dəqiqə istənilən məktəbə gedin, günorta bütün müəllimlər məktəbdə dərs keçirirlər. Bütün məktəblərə gedin. Repetitorluq fəaliyyəti. Dövlət əlbəttə ki. Bəli. Hə, öz dərsləri bitir, bundan Dərsləri sonra bitir, saat 2-dən sonra həmin müəllimlər direktorlara 250 manat, 300 manat pul verirlər. Nə danışırsınız? Bu dəqiqə məktəblərdə vəziyyət odur. Və inandırım sizi, uşağının sayı, hazırda uşağının sayı artdıqca da məktəb direktoruna ekstra pul verirsən. İndi bu repetitorlara belə sərf eləyəcək əslində. Bu adamlar onsuz da məktəbdə qalıb repetitor fəaliyyətini məktəbdə davam etdirənlər var idi. Onlar üçün tayda əlavə bir stimul olacaq. Burada bir məsələ var, rüşvət daha da artır. Yəni burada hər hansısa bir yaxşıya tərəf bir addım yoxdur. Bir direktor gətirir, məsələn siz direktorsunuz, xanım, mən çağırırsınız ki, müəllim, gəlin zəhmət olmasa sizi mən təqdim eləyəcəm, 50 plussuz. 2000 maaş alsan onun 600 manatı mənimdir. Yəni bu dəqiqə məktəblərdə gedən bir söhbət da. Yəni indidən artıq başlayıb ki, direktorlar deyir ki, baxın, hazırlıqlarınızı salın məktəbə. Bu söhbətin olduğu 2 gündür artıq qulağıma çatır. Yəni mənim bütün müəllim yoldaşlarım hərəsi məktəblərdə işləyir. Artıq direktorlar yəni müəllimlərə deyir ki, yazaq səni şeyə də, ya tam ştat işləməyə. Tam ştat rahat özü repetitor. Bəli, hazırlığını burada keçərsən. Çünki biz əlavə maaşını alacaqsan. Bəli, əlavə maaş alsan və onu direktora verəcəksən. Onsuz da o da repetitora sərf eləyir. Emin müəllim əslində repetitor fəaliyyətinin qarşısını almaq üçün bu addımı atır. Amma burası fikirləşmir ki, o məktəbdə qalan saat 1-dən sonra məktəbdə qalan müəllimi sən necə işlədəcəksən? Və yaxud da ki, bir dəqiqə, əlavə bəs dərs yükü verəcəksə. Yox, vermir. Niyə boşuna oturmalı onda müəllim ki? Və burada Yox, bir dəqiqə, baxın, mənə maraqlı gəlir. Mən müəlliməm, saat 1-də dərsim bitdi. Saat 18-ə qədər niyə oturmalıyam ki? Başqa pedaqoji fəaliyyətlə məşğul olacaq. Adın belə qoymuşuq. Yəni nə, uşaqlara dəstək mi olacaq, nə iş görəcək? Adı nədir? Adı bunun başqa pedaqoji fəaliyyətlə məşğul. Yəni tədrisdən başqa. Yəni nə uşaqlarla daha o məktəbdə uşaq müəllim bağını birləşdirmək üçün falan. Riyaziyyat müəllimi, fizika müəllimi, kimya müəllimi. Çox qəribə. Saat 1-dən sonra 1-də dərs, 2-də bitir dərs, lap 3-də bitir. Ən maraqlısı bilirsiniz nədir? Əlavə niyə oturacaq ki? Ən maraqlısı budur ki, yəni məsələ dərinliyinə varmaq istəyirəm ki, bəlkə biz dəqiq anlayaq. Bunun şeyi budur, mahiyyəti budur. Yox, dərs keçməyəcək. Əlavə bir dərs saatı olmayacaq o müəllim. O müəllim öz dərs saatı qutarandan sonra məsələn həftəlik 12 saatı qutarıb, amma getmir, qalır məktəbdə. Qalıb nə iş görür? Pedaqoji başqa fəaliyyətlərlə, həm kitab tərtibatının üstündə işləyəcək, nəsə bir şeycə məktəbdə qalsın deyir. Məktəbdə qalsın, şagirdlərlə daha çox təmasda olsun. Şagird problemi Şagirdin dərsi bitib çıxıb evinə gedir. Harda şagird? Ay sağ ol. İndi burada bir problem çıxır ortaya, qardaş. Bu saat 1-də siz onsuz da orta məktəblərdə gedib baxsaz, sinif gəzin, bax tam səmimi deyirəm, amma Azərbaycan məktəblərinin hamısında bütün 90%-ında Bakı məktəblərində rüşvətxorluq burada yox, burdadır. Məktəbə şagird getməsin deyə gedib 2000 manat, 1500 manat, 3000 manat pul verirlər direktora. Əlinizdə faktlar varmı? Doludur. Doludur. Mən yəni rəsmi sənəd əsasında. Baxın, yəni mən onu birbaşa bu ciddi bir ittihamdır səslə belə, yəni səslə belə mən onu göstərə bilərəm ki, məsələn filan tələbə biz də indi şagirdlə işləyirik. Bəli. Məktəbə getmir. Deyirəm qızım niyə məktəbə getmirsən? Deyir atam 1500 manat verib direktora. Mən həftənin tək günləri evdəyəm. Dəhşət. Biz nə demək? Yəni zaten sən 9-10-11-ci sinifdə oxuyan uşağın hazırlığa gedir və sən bunu onsuz da məktəbdə itirmisən artıq. 9-cu sinifdən sonra uşaq məktəbə getmir onsuz da. Sən bu müəllimi burada saxlamaqla hansı şagirdlə kontakt quracaqsan? Saat 1 olan kimi hamı qaçır evinə. Yaxşı, bu müəllim məsələsini qoyağı bir kənara. Bu uşaqlar dərsə getmirlər. 1500 manat deyirsiniz verirlər. Kim bilir, əlinizdə faktlar varsa. Var yəni. Hətta mən sizə bir Amma bir şey var. Bu necə təhsildir? Yəni ki, uşaqlar belə çıxır ki, 10-11-ci sinifdə təhsil yoxdur. Bəli.
Məcburdur repetitor Və mən yanına sizə inandırım, getsin. burada bir Və bundan nazir bunu bilirsə, Bilir. bəs niyə bunun Və qarşısını burada bir almır? məsələ də var. Bəlkə də indi siz onu bilmirsiniz. Yəni bu Aha. dəqiqə hal-hazırda orta məktəb uşağı orta məktəbdə heç nə eləməyib, heç bir dərs danışmayıb, heç bir şey eləməyib, heç bir summativ yazmayıb. Bütün qiymətləri 2 ilə atsat alır. Pis də deməkdir bu. Yəni uşaq məktəbinə getsin. Mənim keçən bir tələbəm 9 Nəyin qarşılığında? heç nə. 9 dənə 2 ilə uşaq atsat alır. Yəni direktorla valideyn arasında yəqin Yox, bir anlaşma var. sadəcə yeni qaydaya əsasən, yəni qardaş, yəni attestat vermək üçün şagirdin belə deyim, qiymətinin heç bir önəmi yoxdur. Yəni 2 yazılır, 9 dənə 2 yazılır. Məsələn, nəsə yadınıza gəlsə bizim Bəli, vaxtımızda attestat imtahanı elədik ki, yəni Bəli. oradan 2 oldusa attestat ala bilmirdi. Amma indi 9-2 attestat verilir və bu da şagirdə rahatlıq qatır. Şagird məktəbə getməyə məcbur deyil. Yəni bu dəqiqə şagirdi məktəbə gəlməyə məcbur eləyən heç bir rəsmi bir şey yoxdur. Baxın, Şagird illərdir məktəbə gəlmədiyi bir repetitorluq şey yox. fəaliyyəti var da, bu illərdir. Bəli. Və get-gedə də geniş vüsət alıb. Yəni bu belədir. Təhsil sistemi burada axsayırsa, təbii ki, repetitorluq fəaliyyəti demək ki, burada çiçəklənəcək. Evet. Başqa variant yoxdur. Çünki hər kəs uşağını bu dəqiqə oxutmaq istəyir, xaricə göndərməklə tutmuş, digər indi də bu dəqiqə xaricə təhsillə bağlı, yəni belə geniş şaxələnmiş bir format var da. Bu dəqiqə IELTS imtahanları, SAT, nə bilim filan bilmirəm, indi siz daha yaxşı bilərsiniz. Cürəbəcür, TOEFL olsun filan. Hər kəs çalışır ki, uşağını xaricə göndərsin imkanı olan. İmkanı biraz aşağı olanda repetitorlarla öz universitetlərimizdə. Amma bunun qarşısını almaq, burada təhsili yüksək qaldırmaq, repetitor başa düşürəm, ola bilər. Mən oxuyanda da var idi. Axırıncı sinifdə, 10-11-ci sinifdə 2 müəllim yanına gedirdik, biraz hazırlaşırdıq ki, testdən rahat keçə bilər. Yəni, amma bu qədər də deyildi də. Və get-gedə bu şaxələnir, artır. Bazara Bunun seviyoruz, qarşısı alınmır. Bunun qarşısı yalnız bir şeylə alına bilər. Təhsili qaldırmalı. Təhsil qalxdıqca repetitor fəaliyyəti düşəcək Bunun yolu var, aşağıya. Rəşad abi. Sadəcə olaraq bunu biz birbaşa repetitor fəaliyyətini, məsələn, Emin müəllim nazir keçəndən ən çox, məsələn, mən özüm orta məktəbdən bəri 97-ci ildə mən məktəbə getmişəm. 97-ci ildən bəri mənim gördüyüm 4 dənə nazir oldu ağlım kəsəndən. Misir Mərdonov, Ceyhun Bayramov, Mikayıl Cabbarov, Emin Əmrullayev. Ən çox danışılan nazir Emin Əmrullayevdir. Niyə görə? Düşünmədən addım atır. Düşünmədən qərar verir. Düşünmədən. İndi MİQ imtahanıdır biraz sonra danışarıq. Yəni şoka düşəcəksiniz ki, yəni, bu qərarı vermək üçün nə bilim kim qərar verdi də, bunu kim apardı o müəllimin masasına qoydu ki, müəllim bu qərarı eləmək lazımdır. Emin müəllim və xatırlayın, nə Mikayıl Cabbarovun vaxtında, Ceyhun Bayramov vaxtında bu qədər nazir danışılmırdı. Bəli. Bu dəqiqə ən çox danışılan nazir Emin Əmrullayevdir. Niyə? Çünki danışdığı ilə etdikləri üstə düşmür. Adamın demək istədiyi, təqdim elədiyi şey başqa bir şeydir. Amma o dediyi ilə təqdim olunan bir şey tamamilə fərqli olan da, disbalans yarananda o kütlənin də həmin o şeyin qarşısını ala bilmirsən. Emin müəllim gələndən ancaq repetitorların qarşısını alaq, repetitorların məktəbi düzəldək demirik. Repetitorların qarşısını alaq. Ancaq düşüb ora, repetitorların qarşısını alaq. Ala bilmərsən. Ala bilmərsən. İstəyirsən nə olursa olsun repetitor fəaliyyəti qarşısına ala bilməz. Necə qarşısını almaq olar Çünki məsələn? Təhsili qaldırmaq repetitorların lazımdır. qarşısını almaq üçün Dövlət İmtahan Mərkəzi ləğv olunmalıdır. Dövlət İmtahan Mərkəzi ləğv olunmalıdır. Məktəbdən birbaşa universitetə qəbul olunmalıdır. Yəni xaricdəki kimi də belə Yəni deyək də. başqa yerlərdə bunun tətbiqi Attestat vasitəsilə. Bəli, və Dövlət İmtahan Mərkəzi ləğv olunmalıdır. Nəyə görə? Çünki Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan sistemi ilə orta məktəbin dəxlisi yoxdur. Baxın, və orta məktəbdə keçirilən dərslə repetitorun keçdiyi dərs arasında dağlar qədər fərq var. Emin müəllim deyir ki, keçən dəfə briefingdə bir sözü vardı. Bir müəllim əgər məktəbdə dərs keçdiyi uşağa deyir, götürüb aparıb evində dərs keçirsə, o adam vicdanı yoxdur. Ya bu bəs deyiləcək kəlmə deyil. Niyə görə? Ay müəllim. Birinci düşünmək lazımdır. Bu sözü deyəndə bir fikirləşmək lazımdır ki, bu adam, yəni bu müəllim siz buna 40 dəqiqə vaxt verirsiniz. 40 dəqiqə ərzində sinifə 40 uşaq yığırsınız. 40 uşaq 40 dəqiqə. Və bu uşaq repetitor sözünün mənası repeat, təkrar eləmək deməkdir. Repetitor müəllim deyil. Yəni repetitor orta məktəb müəllimi deyil. Oradakı vəzifə başqadır. Repetitorun üstündəki öhdəlik tamamilə başqadır. Repetitor məktəbdə repetitor fəaliyyətini sinifdə apara bilməz. Çünki sən ona hazır proqram verirsən, deyirsən ki, bu günlərim 10-cu sinifdəsən, ədəbiyyat dərsidir. Sən Məhəmməd Füzulinin Məni Candan Usandırdı qəzəlini keçməlisən. Bugünün proqramı, verilən sənəd bizə budur ki, bugün Məni Candan Usandırdı keçirilməlidir və 2 dərs Məni Candan Usandırdı üstünə qalmalıdır. Amma repetitor nə iş görür? Repetitor bir dərs ərzində Məni Candan Usandırdı, nə bilim, orada götürür Bahariyə, Dəhnamə, Leyli Məcnun 4-ün birdən keçir. Çünki proqram çatdırmalıdır. Sizin məktəbdə 6 ilə keçdiyiniz şeyi repetitor 6 aya çatdırmalıdır. Adı üstə repetitor, yəni repeat yenə deyirəm, təkrar elətdirən. Sən məktəbdə heç bir müəllimə deyənmərsən ki, dərsini bu cür qur. Çünki sənin verdiyin proqramla Dövlət İmtahan Mərkəzinin proqramı üstə düşmür. Yəni sən burada
məktəb proqramı ilə dim imtahan götürməməlidir orada. Çünki dim imtahanı ilə orta məktəbdən bal yığan uşaq inandırım sizi mümkün deyil. Mən sizə bir şey deyim. Bax, yaxınlarda keçən il yayda mən müəlliməm, pedaqoqam, dil ədəbiyyat müəllimiyəm. Keçənlərdə yayda Şəki şəhərinin bir kəndindən bir qız reklam olundu. Sosial şəbəkədə reklam olundu ki, 680 balla mı, 70 balla mı hazırlıqsız universitetə qəbul olub Şəki məktəbindən, kənddəndir. Siz buna inanırsınız? İnana bilməyin, inanmayın. Biz nə görə inanmayın? Onu mən videonun çıxandan sonra sizə göstərərəm. O uşaq Şəki görməyib. Bax, iddiayla bunu. O uşaq Şəki görməyib. O 680 bal da Şəki məktəbinin uğuru deyil, Bakı repetitorunun uğurudur. İnandırım sizi, Şəkili ləhcəsini gizlədə bilməz. Söhbət 16-17 yaşında uşaqdan gedirsə. 16-17 uşaq Şəki kəndindədirsə, o uşaqda Şəki ləhcəsi olar, yoxsa yox. Yəni nə deməkdir bu? Uşağın adı məktəbdə gedir. Şəki kəndində məktəbdə gedir və plus da uşaq baxırsan ki, bu uşağın danışığından, bu uşağın rəftarından, özünü ifadə etməyindən bilirsən ki, bu adam Şəki üzü görməyib. Geyimindən, keçimindən görürsən. Yəni Bakı uşağıdır, adı Şəki məktəbində gedir. Mən pedaqoqam, o uşağı mənə ver, mən o pedaqoqla həmin uşaqla 10 dəqiqə söhbət edeyim. Biləcəm ki, o uşaq kəndi tanımır. Bunun özüm şəxsən birə-bir şahid olmuşam, amma məsələn sizə xatırladım, bir 10 il əvvəl, indi daha üstündən keçib Nəzrin deyə bir tələbəmiz olub. İndi inşallah bəlkə də yayıma baxır, daha bilinməyəcək hansılardır, yüzlərlə Nəzrin dərs keçmişəm. Nəzrin adı Yevlaxda bir kənddə məktəbdə gedirdi. Bir kənd məktəbində qız qəbul imtahanından 660 bal yığdı. Eyni situasiya baş verdi. Uşaq Bakıda repetitorların yanında hazırlıqdaydı. Atası Yevlaxdansa bir direktora 1500 manat mı, 2000 manat pul vermişdi. Uşaq məktəbə getmirdi. Nəzrin 640 bal yığandan sonra illər sonra məktəbdən 640 bal çıxmışdı. Hansı ki məzunlar olmurdu. O məktəbdən 3 dənə, 4 dənə məzun olurdu və məktəbin Təhsil Nazirliyi girib saytına baxırdı. O vaxtda ən yüksək bal yığan tələbələrin adı görsənirdi. 400 neçə bal. Gəlməm, yəni bölgələrdən oxuyan uşaqlar yoxdur ki? Var, var. Sadəcə olaraq, yəni onu məsəl üçün Təhsil Nazirliyi də qəsdən bax, elə xəbərlər çox şişirdir ki, yəni rayonda təhsil o deyil. Rayonda bizim məktəbimizdə müəllim yox deyil. Məktəbimizdə müəllim yoxdur. Bax bu dəqiqənin özündə mən sizə tonlarla məktəb sayıram ki, orada kimya müəllimi yoxdur, fizika müəllimi yoxdur, biologiya müəllimi yoxdur. Vakansiyalar gizlədilir. Keçən dəfə Daşkəsəndə Gədəbəydə bir direktor yazısı gəlir, rüşvət məndən gəldi, nə bilim pul istədi. Ən çox dərs buna vermişəm. Xatırlamırsınız o videonu? Xatırlayıram. Gəlmə, baxın, suallarım o qədər çoxdur ki, mən direktorlarla bağlı biraz sual vermək istəyirəm. Məsələn, mən Google-da dünən axtarış verəndə direktorlarla bağlı qarşıma ancaq Azərbaycanda məktəb direktorları ilə bağlı nələr çıxdı? Filan məktəb direktorunun səsi. Bax, məsələn, oxuyuram. Yasamal rayonunda, indi bu köhnə xəbər ola bilər, təzə xəbər fərqi yoxdur. Ən azı axtarışda çıxanlar. 308 nömrəli məktəb direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı araşdırmalara başlanılıb. Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. Sonra 207 nömrəli məktəbin direktorunun səs yazısı, 201 nömrəli məktəbin direktoru Afaq Əliyevanın səs yazısı yazılıb. O da vəzifə səlahiyyətlərindən sıyır. Yəni bu çoxdur. Zemfira Məsiyeva, sonra Təranə Məmmədova, Afaq Əliyeva və s. bu çoxdur. İndi bu məsələlərin hamısını mən saysam, yəni baxın, onlarla belə bir xəbər var idi ki, məktəb direktorlarının ya rüşvət məsələsi, ya vəzifəsindən sui-istifadə. Bu yaxınlarda da millət vəkili Fazil Mustafa çıxış elədi və dedi ki, bizim 600-ə yaxın məktəblərdə boşluq var, məktəb direktoru çatışmır. Yəni balaca bir ölkə, bu Amerika deyil, Rusiya deyil, Avropa deyil ki, bu qədər. Bu məktəb direktoru niyə? İmtahanlardır, nə bilim, böyük ciddi bir labirint yaradıblar, mürəkkəb bir labirint yaranıb ki, yəni məktəb direktorunu təyin eləmək üçün və buna görə də indi imtahandan keçə bilməyənlər yəqin ki var. 600 məktəbdə boşluq var. Bu ciddi bir rəqəmdir əslində də. Və sonra indi efir öncəsi söhbət eləyəndə siz dediniz ki, artıq imtahan məsələsi deyəsən ləğv olunub. Ümumiyyətlə bu direktorlarla bağlı problemlər bitib tükənmir. Elə istər səs yazıları, rüşvət, nə bilim, bayramlarda hədiyyələr, pul yığımı, filan, bax, bayaq dediyiniz o 1500 alan kim, 2000 manat alan kim, indi bu sizdə əgər faktlar varsa, mən bilmirəm də, indi bu ciddi bir iddiadır. Amma məsələ ondadır ki, direktorlarla bağlı bitib tükənməyən problemlər. Üstə gəldə bunların imtahanla, belə deyim də, işə qəbulu məsələsi. Biraz buna aydınlıq gətirək də. Yəni, normal direktor seçilib oyula bilmirmi? 600 məktəbdə boşluq var. Bunu millət vəkili çıxış edir. Məsələ o rüşvət məsələsi axtarma. İndi yayımdan, bizim inşallah yayım indi sosial şəbəkələrdə paylaşılacaqdır. Orada altda rəylərdə öz hər şeyin nə olduğunu. Yəni, Təhsil Nazirliyinin yerinə olsa, oturaram, bax, bu videonun altına rəylərə baxaram. O rəylərə baxsan, onsuz da bizim doğru ya da yanlış dediyimiz
ən gözəl gözüdür də o. Yəni bax orada rəylər yazılacaq da. Artıq səhv danışıqsa Bu direktorlar kimlərin qohumudur ki, belə araşdırma Aha, çox başlanır qəşəng. və Baxın. sonra elə bir ki sakitləşir. Fikirləşirsə- Kimsə işdən çıxır, Bəli. məsələn deyək ki, və sonra yenə də indi deyir Deyir, Həsən ağanın qohumları Hə, çoxdur Həsən. deyəsən, hə, direktorlar Bəli, arasında. demək olar ki, hamısı Həsən ağanın qohumudur. Nəyə görə? Çünki burada belə bir məsələ var. O keçən dəfə Kəramət Böyütçünün bir qəşəng yazısı oldu. Mən də baxdım o yazıya. Kəramət bəy yazır ki, bəs elə məktəb direktorlarının rüşvəti ilə bağlı hansısa bir müəllimin işdən azad olunmasına bir şərt bildirmişdi ki, yəni hamınız niyə düşmüsüz də bu direktorun üstünə? Özü də elə qəşəng Kəramət müəllim də yazı çox qəşəngdir. Yəni ən axırda deməli olduğu cümləsini deyir. Deyir bu adam nə edib ki də deyir. Yəni bunu niyə həqiqətən səs yazısı yazıb rüşvət alıb. Kəramət bəy deyir ki, bu adam nə edib ki, yəni bunu niyə şey elədiniz də, bu qədər linçlədiniz? Yəni nəyə görə də? Yəni bu adam nə iş görüb? Uzaqbaşı deyir gedib oradan 50 min özünə maşın alıb, şəhərdə 250 minlik deyir bir dənə evi var. Sonra Novxanda bir bağ evi var. Bu direktor nə edib ki, yəni bunu niyə rüşvət alıb da deyir. Bunu niyə baltalayırsınız? Mən də baxıram bunun axırını hara gətirəcək. Deyir indi bunu baltalamaqla biz nəyi düzəltdik ki, bu deyir fərasətsiz direktor olub da tutulub. Çox əcdah. Yəni axırda yazıb ki, bu fərasətsiz direktor olub da tutulub. Almayanı mı var deyə bir bədii sual qoy baxın. Həqiqətən almayanı mı var? Mən 12 ildir ildə ən azı bir 100 tələbə yetişdirirəm, abituriyent olaraq deyirəm. Onlar universitetdə müxtəlif fakültələrə gedirlər. Mən 95% məktəb direktorunun rüşvət aldığını mən şagirdlə işləmirəm. Şagirddən işləyirəm. Son zəng olur, pul yığılır. Nə bilim, son zəng elə bir şeydir ki, yəni 200 manatdan bir şagirddən pul yığılır. Keçən dəfə hesablamışdım Allah haqqı. 200 minə yaxın pul yığılan məktəb var son zəngdə. Yəni bir dənə mikrofon gətirilir, bir dənə də adını siz deyin, İndi fotoqraf kimsə gətirilir. səs yazısı yazır, kimisi bir Burada nəfər, iki nəfərinki ay çıxır sağ ol. ortalığa. Və yerdə qalan Kəramət demiş. Yəni bu adam nə edib ki? Əslində baxsan ki, düz deyir. Bu adam yazıq, heyf, tutuldu. Yəni onsuz da bunun hamısı alır. Yəni bu dəqiqə bizdə məktəb direktorlarının 90% pul alır. Bunun kötüyündə ağır problemlər dayanır. Bakıda məktəb direktoru olmağın Başqa qiyməti var. nazirlərin dövründə belə olub. Hamısında olub. Sadəcə olaraq gəlirəm. Ümumiyyətlə bizdə ən çox rüşvətxorluq Misir Mərdanov vaxtında olub. İndi həmişə Misir müəllim danışanda Amma Misir müəllim gözəl təhsil işçisi idi. ən azından müəllim idi. Riyaziyyatçı idi, adam müəllim idi. Məsələn, Emin müəllim heç vaxt müəllim başa düşə bilməzdi. Emin müəllim beynəlxalq universitetdə 3 il dərs keçmiş adamdır, tələbə ilə işləyib, tələbə. Yəni o tələbəni yola verib, bu tələbəni yola verib çıxıb. Bu adam məktəb görməmiş adamdır. Bu adam təhsilin içindən çıxmış bir adam deyil. Amma çox mürəkkəb bir sistemdir. Hər şeyi də nazirin üzərinə atmaq. Bəs yəni burada Dedikləri məsəl üçün baxın. Burada böyük bir sistemdir. nətərdir? Biz yalnız naziri günahlandırmaq ki, sən günahkarsan bu işdə. Burada məsələn məktəb direktorunun rüşvət almağı düzgündür? əslində hamısının başında var. Məktəbin dostu deyə bir layihə düzəltdilər. Məktəbin dostu. Boşu-boşuna dövlətin pulunu yeyirlər. Tam sən boşu-boşuna dövlətin pulunu. 500 min manat arası maaş alırlar da. 500 Siz belə iddia ilə çıxış edirsiniz. Narahat deyilsinizmi? Qətiyyən. Çünki nazirlik haqlıyam. sizi məhkəməyə verə bilər. Yox, çünki haqlıyam. Sabah deyər ki, faktlardan danış. Fakt istəyəcək verəcəm yəni. Amma mənim kifayət qədər tələbəm var. Faktlarınız var. Anonim şəkildə fərqi nədir ki, səsdir deyəcəm, plan etdim. Yəni arqument və faktlarınız var. Mən məktəbin dostu layihəsi. Bir mənə bu məktəbin dostu layihəsini izah eləsin görüm. Bu adamlar nə iş görür? Daha dövlətin pulunu dağıdırlar. Konkret şəkildə bax Təhsil Nazirliyi dövlətin pulunu dağıdır. İttiham eləyirsiniz. Məktəblinin dostu məktəbdə heç bir fəaliyyətlə məşğul deyil. Koridorda boş-boş gəzirlər. Və adamlar 500 manatdan çox pul alırlar ha. Bunların üstünə bir öhdəlik qoydu. Məsələn, rüşvətə nəzarət elədi onu. Həm məktəbin dostu, məktəbin dostu eləmə də, başqa bir şey. Təhsil nazirinin dostu elə. Məktəbə nəzarət etməyə nə var? Bunu bu gün mən bilirəmsə, siz bilirsinizsə, sosial şəbəkədə o bilirsə, bu bilirsə, hamı bilir də. Qardaş, bu məktəbdə rüşvət var da. Bunun qarşısına almağa nə var? Nə var da bunun qarşısına almağa? Yəni sən bir dənə həmişə deyir ki, gərək müəllim vicdanlı olsun. Hər şey müəllim vicdanının üstünə yıxmaq da olmaz axı. Axı müəllim vicdanlı olur, direktor olur. da vardı. Hər şey də nazirin üzərinə yıxmaq. Nazirin üzərinə yıxmıram. Sadəcə elədiyi doğru deyil. Məsələn, elədiyi şey doğru deyil. Məsələn, məktəbin dostu dövlət büdcəsindən hər ay yüz minlərlə vəsaitin yoxa çıxmağına gətirib çıxardır. Amma məktəbdə heç bir iş görmürlər. Yaxşı, direktorlar necə seçirlər ki, bu qədər biabırçı faktlar aşkarlanır və sosial media partlayır bu direktorların səs yazısı, rüşvət faktları. Bəli. Bu necə seçirlər? Bunun kötüyündə nə dayanır? Bunun kötüyündə mən sizə deyim. İmtahan ləğv olundu yoxsa? Bəli. Həsən ağanın qohumları o imtahana keçə bilmədi. Ona görə bayaq dediyimiz o Həsən ağanın qohum məsələsi. Direktorların işə qəbulu təyinatla idi. Bu dəqiqə gedin, yəni yalan deyirəmsə, açsınlar məktəb direktorlarının kim olduğunu açıqlasınlar. Bakının top məktəblərinin, şəhər məktəblərinin, o mərkəzdə olan 28 Elmlər, Nizami rayonu, burada olan məktəblərin direktorlarının siyahısını versinlər. Görək neçə faizi qadın, neçə faizi kişidir. 90% qadındır, 90% hansısa məmurun qızı, gəlinidir. Bu. Onlar imtahandan qəbul olunmayıblar. Və o adamlar da təyinatla qəbul olublar. Və yəni bu imtahan məsələsi nədir bəs ki? O adamların da heç nə qorxusu yoxdur. Çünki dediyim kimi Həsən ağanın qohumudular. Ona görə də adamlar heç nə qorxusu yoxdur. O adamlar rahat şəkildə pulunu da alır, rüşvətini də alır.
Yəni sizi inandırım, məktəblər var. Məktəb direktoru var ki, ad günü avqust ayına düşür deyə. Adam yalandan bir il yox, 4 il boyunca, yəni Qobuda bir məktəbdir. 4 il boyunca adam ad gününü dəyişib mart ayının 6-sına vurub, nəyə vurub ki? Hansı məktəbdə Qobuda? Qobu bir nömrəli məktəb. Qobu bir nömrəli. Həmin məktəbin direktoru ad gününü dəyişdirib. Əminsiniz yəni. 100%. Mən çünki o məktəbdə mən tanışlarım olub, yəni işləyiblər. Üstü açılıb ki, bu adamın ad günü avqust ayındaymış. Aha. Bu adam mart ayına ad günü salıb pul yığır. Sonra avqust heç kim olmur axı məktəbdə pul yığmağa. Yəni bilirsiz, və bu da bilirsiz nəyə görədir? Bunlar hamısı pulla gəliblər o direktorluğa. Bunlar hamısı kiməsə nəsə verərək gəliblər və bu böyük bir problemdir. Və bunun da qarşısını almaq üçün direktorların işə qəbul edilər və həqiqətən orada çox savadlı, çox yaxşı direktorlar işə qəbul olundular. İmtahanla, testlə. Orada 500 nəfərlik test oldu imtahan. Demək olar ki, heç uzun sürmədi. Çox qısa bir müddət sürdü. Burada birisi də baş verdi. Mən düşünürəm ki, burada Həsən ağanın qohumları o imtahana keçə bilmədi. Ona görə onu ləğv elədilər. Ya deyirsə məsələn necə olur? Sadəcə nazir bu dəqiqə hal-hazırda deyilənə görə, məsəl üçün, mən gözləyirəm görüm bu proses necə eləyəcəklər. Deyilənə görə yenə də müəllimlərin işə qəbul olunan Emin müəllim brifinqdə dedi ki, biz məktəb direktorlarını müəllimdən seçəcəyik. Bayaq dedim, sinif görmək lazımdır, auditoriya görmək lazımdır, idarə etmədə olmaq üçün, təhsil sahəsinin idarə etməsində olmaq üçün auditoriya görməlisən. Dedi ki, məktəb müəllimlərindən yüksək bal yığan imtahanlarda və pedaqoji fəaliyyəti boyunca hər hansı bir nöqsana yol verməmiş, o insanlardan təyin edəcək. Doğrudanmı eləyəcəklərmi onu görəcəyik artıq. Yəni bu təzə qərardır. Biz gözləməliyik. Yəni məsəl üçün atıram da hansısa bir müəllim 4 dəfə dalbadal MİQ imtahanına girib oradan yüksək bal yığıbsa və sertifikasiyadan hər dəfə yüksək keçibsə, bu adamın uğurları da varsa, bu adam təyin olunmalıdır. İndi hansısa kasıbın balası direktor olmalıdır. Görək olacaq yoxsa yox. Yəni bunu artıq görməliyik. Görək olacaqmı yoxsa yox. Mən düşünmürəm olsun. Yəni çünki var idi bu imtahan. O kasıbın balası oxuyub ora qəbul ola bilirdi. Allah Məlikə xanım can sağ eləsin. Məlikə xanımın sayəsində Dövlət İmtahan Mərkəzinin test imtahanı sayəsində görürsüz bütün kasıbın balası gedib hüquqşünaslıq oxuya bilər, həkimlik oxuya bilər. Sovetlər dönəmi təbliğ amma o belə deyildi. Dim imtahanı ləğv olunsun. Yəni əgər repetitorla qarşını almaq istəyirlərsə dim imtahanı ləğv olunmalıdır. Yəni dim belə çıxır ki, bütün məktəbi hər kəs oxumaq istəyirdi. Bütün məktəbi bitirən kəslər. Onda biz universitetlərdə təhsili daha ciddiləşdirməliyik. Əlbəttə ki. Biz bu yəni xaricdəki təhsil kimi də attestatımızı verdik universitetə, amma sonra oxumaq. Məsələn bizdə necədir? Bir arada belə elə el dilində gəzirdik ki, bizdə universitetə girmək çətindir, oxumaq asandır. Amma xaricdə universitetə girmək çox çətindir. Amma oxumaq asandır, oxumaq çox çətindir xarici universitetlərdə. Bəli. Belə çıxır ki, hər kəs attestatını verib, deyək ki, Bakı Dövlət Universiteti olsun, Tibb Universiteti, ən bizim belə də prestijli universitetlərimizə girə bilər. Amma bəs oxumaq məsələsi var axı onda. Yəni bizdə oxumaq hələ ki asandır, elə də çətin deyil. Bəli, biz oranı universitet onda belə çıxır ki, hər elə yerindən duran, üzr istəyirəm, rahat attestatını verib universitet. Bu nə qədər düzgün sistem olacaq? Ümumiyyətlə dövlət imtahan mən onu gedirəm. Bizdə o Avropa yəni bu köklü onda sistem bizdə dəyişikliyi Avropa olmalıdır. Mədəniyyəti, Avropa insanı bizdəlik formalaşmır. Yəni biz universitetlərdəki təhsili onda belə çıxır ki, biz kökündən dəyişməliyik. Hamısı dəyişir bəli. Yəni bizdə bu yəni birdən-birə bunu ləğv eləyək bu imtahanı. Mən demin ləğvin tərəfdar deyiləm. Sadəcə orada deyirəm ki, yəni əgər repetitor ləğvi etmək istəyirsinizsə, yəni bunu məktəbdə müəllimə 2000 manat maaş verməklə eləyə bilməyəcəksiniz. O adam yenə fəaliyyəti göstərəcək, məktəbdə gəlib dərsini keçəcək. Repetitor fəaliyyətini ləğv eləmək üçün təhsilin keyfiyyətini qaldırmaq lazımdır. Bəli, keyfiyyət qaldırmaq lazımdır. Dərs keçilməlidir, yaxşı dərs keçilməlidir, yüksək dərs keçilməlidir ki, mənim ehtiyacım olmasın. Kim cibindən bezib ki, repetitora gedib pul verim ki? Hal-hazırda nə baş verdi? Bax, bu il məsələn abituriyentlərin universitet qəbul imtahanlarında tarixdə görünməmiş bir şey baş verdi. Müəllimlik ixtisasında bütün, məsələn, pedaqoji universitetin filialları var da, Şamaxı, Ağcabədi, filialı Quba, hamısında ibtidai sinif müəllimliyi yığışdırdılar. Hamısında yığışdırdılar. İbtidai sinif müəllimliyi. Qəbulu yığışdırdılar, ümumiyyətlə qəbul olmadı. Azərbaycan dili müəllimliyi, tarix müəllimliyi kimi ixtisasların hamısını aşağı saldılar. Səbəb biz nədir? Tonlarla işsiz müəllim var. Tonlarla işsiz müəllim var və bu adamlar iş tapa bilmirlər. İş tapa bilmirlər də, indidən nazirlik qərar verdi ki, bəli, biz artıq müəllim bəsdir. Biz müəllim istəmirik. Pedaqoji universitetin bütün filiallarında demək olar ki, ibtidai sinif müəllimliyi yığışdırılıbdır. Yoxdur. Artıq bir dəqiqə Qazaxda, Ağcabədidə, Cəlilabadda, Qubada ibtidai sinif müəllimliyə demək olar ki, qəbul yoxdur. Bunu da niyə elədilər? Müəllim bolluğuna görə elədilər. İndi hal-hazırda istəyirlər ki, o müəllimləri işlə təmin edər. Bunun yolu nədir Rövşən xanım? Bunu düzəltməyin yolu məktəblərdə maddi texniki bazaları artırıb, inzibati binaları çoxaldıb, Xırdalan məktəbində bir sinifdə 45-50 uşaq olur. Məktəb dağılır. Məktəb dəlixanadır. Məktəb kim gəldi məktəbə qəbul eləyiblər? Orada 8-dən 7-ci sinifdən sonra dərs keçmək mümkün deyil. Xırdalan məktəblərində. Mən hər dəfə məktəbin qabağından keçəndə gedirəm, indi yolumuz düşür Xırdalana. Orada məktəblər var, 9 nömrəli, 2 nömrəli keçirəm. Dəlixanadır. Dəlixanadır.
çoxluq var, direktor qıramırsan. Çoxdur, şagird çoxdur. Müəllimin işsizdir də sənin. Bu qədər müəllimin Ayır işsizdir də. siniflərə, Ayır uşaqları, siniflərə, müəllim A sinifi, götür. B böl də bunu. Yəni keçən dəfə Niyə götürmürlər müəllimi işə ki? Yəni bax burada qəribə bunun bir məsələ səbəbi budur da. nədir? Biz növbəli sistemi keçə bilərik də. Yəni keçə bilərik də qardaş. Yəni bu dəqiqə bizim məktəblərin əksəriyyəti bir növbəlidir. Yəni Bəli. günorta qutar. Bunu amma bizim eləyə vaxtımızda bilmirsən. indi yoxdur. Bəli, inzibati qıdan yoxdursa, 2 növbəli ilə Bəli. o sinifləri böl, keyfiyyəti orada verə bilərsən. Amma biz İkinci növbə yoxdur ki məktəblərdə. var, bəzilərində İndi var, axı. yox, bəzilərində var, bəzilərində yoxdur. Məsələn, sonra da elə məktəblər var ki, bir növbəlidir, elə məktəblər var ki, 2 növbəlidir. Burada bizim məsələni düzəltməyin yolu, o biz deyirik, məsələn, məktəbdə təhsili verək, uşaq məktəb təhsilinə universitetə qəbul olsun. Bunun yolu məktəb təhsilini ən azından 9-cu sinifə qədər olan hissəni çox yaxşı aparmaqdır. Apara bilməzlər. Apara bilməzlər. Bu dəqiqə apara bilməzlər. Çünki sən burada bütün icbari təhsildir deyə hamını məcbur məktəbə gətizdirirsən, sinifdə isə uşaqsan 40, müəllimə versən 40 dəqiqə, deyirsən 40 dəqiqə ərzində bu 40 uşağa dərs keç. Mümkünsüzdür. Keçən də mən bunu danışanda hansısa bir yayım idi, yəni səhv eləmirəmsə Kamran müəllim də ordadır. Kamran müəllimlə bunun üstündə bir müzakirə düşdü. Kamran müəllim stat gətirir ki, müəllim, Çinin 1,5 milyard əhalisi var. Adamların futbol komandası yoxdur. Adamın gətirdiyi stat buydu. Hollandiyanın əhalisi 2 milyondur. Möhtəşəm futbol komandası. Deyirəm Aykar müəllim, bu belə deyil də. Yəni futbol komandası indi bunlar futbola üstünlük veriblər, futbolu inkişaf etdirirlər. Çinlilər də texnologiyanı inkişaf etdirir. Onlar zambaq əkirlər. Bunlar bütün dünyanın iqtisadi bazarını elə alırlar. Bu düzgün müqayisə. Düzgün müqayisə deyil axı. Yəni Çində adam çoxdur, bu o demək deyil ki, futbol oynayacaqlar. Elə bir şey yoxdur, maraq yoxdur orada. Yəni sən Azərbaycanda xokkey oynada bilmərsən də. Amma bizim təhsil başqa bir söhbətdir axı. Sən təhsilin keyfiyyətini artırmaq üçün sinifdə uşaq sayını azaltmalısan. 9-cu sinifdən sonra məktəb dayandı, attestat verilir. Bu dəqiqə elə dəstində. Necə məktəb dayansın, 10-11 sinif ləğv olunsun. 10-11-ci sinif icbari təhsil olmamalıdır. Bax, ən gözəl plan budur. 9-cu sinifə qədər icbari təhsil. Zaten icbari deyil ki. İcbari deyil mi? 9-dan çıxa bilər də. Yayındıra bilir. Tamam, çıxa bilirlər və mən onu deyirəm. Bizdə bir məsələ var. Oxuyan, oxumayan hər kəs 11-ci sinifə buraxılır. Orada buraxılmamalıdır. Əgər sən məktəbi düzəltmək istəyirsənsə, 9-da şəhadətnaməni verdin. Buna şəhadətnamə demir. Hara getsin 9-dan uşaq? Buna şəhadətnamə demir. Sənin peşə məktəblərində necədir, hansı səviyyədədir? Yoxdur səviyyəsindədir. Yəni işləyirlər amma o deyil. Yəni 9-dan uşaq nə etməlidir də? Ən azından 10-cu sinif. Əgər bir uşaq 11-ci sinifdən universitetə qəbul olmaq istəyirsə, biz burada 9-cu sinifdən sonra baraj imtahanı qoyub o uşağı artıq attestat verməməliyik. Nətə verməməliyik? Yəni ona bəs eləyən attestatı verməliyik. Yəni biz oradan artıq lisey söhbətini yaratmalıyıq. 10-cu 11-ci sinifdə uşaq universitetə qəbul olmaq üçün məktəbə oxuyan uşaq gəlməlidir. Yəni bunu bu dəqiqə bizim məktəblərdə həqiqətən deyirəm. Bax, bütün məktəblərin qabağında uşaqlar siqaret çəkir, narkomaniya desən, video desən, ürəyiniz nə desəz bu dəqiqə bizim gənclikdə hardasa bu yaxınlarda üzr istəyirəm məktəblərdə elə dediniz belə məktəblərdə bir xoşa gəlməz video yayılmışdı. Dolu deyil. Çox biabırçı bir videoydu. Çox belə xəcalət bilmirəm. Ona görə deyirəm ki, məktəbi düzəltməyin yolu budur. Çox ayıb bir şeydir. Çox mən gördüm və çox mənə təsir elədi ki, məktəb uşağı bildiniz yəni hansı görüntülərdən gedir. Mən 10-cu 11-ci sinifdə dərs keçirəm. 10-11 daha çox işlədiyimiz kütlə bu kütlədir. Baxıram. Yəni həqiqətən yəni mən o gəncliyə baxıram, danışdıqlarına baxıram. Məktəbdə belə eləyirik. Yəni bunu uşaq dilə gətirir. Biz bunu məktəbdə belə eləyirik. Deyirəm, orada dərs keçən müəllimimiz dərs keçsin də yəni. Yəni sonra yenə deyirəm, müəllimi vicdansız adlandırırıq ki, bu adam gedib evində repetitorluq edir. Bu adam məcburdur axı. Yəni məktəbdə buna dərs keçmək üçün münbit şərait yaratmamısınız. Yaratmamısınız. Yəni uşaq məktəbdə hoqqa verir, telefonla gəlir, video çəkir, nə bilim dağıdır, TikTok çəkir. Telefon məsələsini yığışdırmadılar. Ya bunu ümumiyyətlə mən düşünürəm ki, son vaxtlarda müəllimlərimiz də məsəl üçün indi bayaqdan baltalayırıq, bir şey tərəfini də deyək. Məsələn, müəllimlər də düzgün. Məsələn, mən bu dəqiqə hansı müəllimə baxsam qədər sinifdə video çəkib paylaşır. Nə iş görürsüz? Yəni gedin dərsiniz keçin də. Hamı TikTok paylaşır. Hamı TikToker olub. Müəllim TikToker olub. Bax get dərsini keçin. Nə müəllimi, nə həkimi. Və sinifdə baxırsan blogerdə, hamı TikTokerdə. Ancaq video qardaş tədrisdən danış belə, dərsdən danış. Niyə icazə verirlər siniflərə? Valla ləğv olunmalıdır. Bunu görə neçə ildir biz deyirik. Var bağırırıq ki, bu uşaqlara müəllimlər telefonla sinifə daxil olmasınlar. Yenə də keçirlər. Yəni bu qadağadır mı? Bilmirəm. Bəlkə siz bilərsiniz. Əslində yəni yenə deyirəm, bu o telefonu gətirən uşağı bir gün məktəbə buraxmasan, yəni tamamilə bir ara etdilər nəsə belə bir şey, yenə deyirsən. Eləyə bilmirlər də, eləmirlər. Ya gücləri çatmırmı bunu etməyə? Plus nəyə görə çatmır? Məsələn bizdə niyə sərtləşdirilmir? Yəni bu qaydalar sərtləşdirilmir. Çünki bizim dövrümüzdə ümumiyyətlə uşaqlar məsələ qorxudan getmir. Mən şey adam deyiləm. Yox, aydındır, amma o onun səsini yazır, o bunun səsini yazır. Aysa, burada yox eləmiyorlar da. Yəni məktəbin girişində bir şey yarat. İndi deyəcəklər ki, yaxşı, bu səs yazısı olmasa bu müəllimin rüşvət faktı üzə çıxmaz. O səlahiyyətlərindən sui-istifadəsi üzə çıxmaz. Kəramət mənim sözünə qüvvəti. Yəni biri çıxdı da, yəni
Bu bizdə 4-5 minə yaxın məktəb var. Çıxış yolu nədədir? Yaxşı. Bunun çıxış yolu birbaşa məktəbə nəzarət olmalıdır. Amma məktəbə nəzarətdə də gedib təzədən direktor rüşvət verməməlidir də. Bu dəqiqə olay, proses belə davam eləyir. Elə bilin ki, balıq başdan iylənir, ondan hamı dadır. Niyə maraqlıdır ki, elə sahələr var ki, orada rüşvət tamamilə yığışıldı da. Dövlət İmtahan Mərkəzi. Asan xidmət məsələn. Asan xidmət Asan Gözəl eləmək olur. Ölkənin ən belə bəli, yəni çox gözəl. Yəni bir şeyin rüsumu var. Yəni heç kimdən gedib xarici pasport almağa görə əlavə demizlər çox əla bir sistemdir. Asan xidmət. Dövlət İmtahan Mərkəzi. Dövlət İmtahan Mərkəzi gözəl şəffafdır. Yəni necə şəffafdır. Bir dəfə eşitmisiniz ki, məsələn, ola bilər indi imtahandan sonra suallar çətin düşdü, asan düşdü, şey olar, müzakirəsi olur, o başqa məsələ. Amma eşitmisiniz ki, yadınıza gəlirsə Misir Mərdanovun vaxtında Elşad Abdullayev vardı, Beynəlxalq Universitetinin rektoru, xatırlayırsınız. Həmin vaxtda mən xatırlayıram, mənim şəxsən atam rüşvət verirdi. Mən onda 10-cu sinifdə oxuyurdum. Baxın, görünsə nə deyir, amma Vivat Universiteti idi, Beynəlxalq Universiteti. Mən dərs demişəm o universitetdə, jurnalistika fakültəsi, amma heç bir rüşvət verməmişdim. O da universitet yadınızdadır da, nə vəziyyətdə. Qrupa başlayırdınız 20 uşaqla, ilin sonunda patok olurdu. Mən jurnalistikada dərs demişəm orada bilmirəm. Və həmin dövrdə o universitet Misir Mərdanovun vaxtındaydı, belə deyək ki, o universitetdə hamı bilirdi ki, rüşvət var. Yəni nəyə gətirirəm? Rüşvət elə bir şeydir ki, o qabağın almaq olur. Məsələn, bu dəqiqə universitetlərimizin 90%-ində rüşvət yoxdur. Bu alınıbdır, bu alınıb. Yəni universitetdə ala bilirsənsə bu rüşvət xorluğun qabağını. Bəs universitetdə də alan elə həmin nazirdir. Yəni biz indi nazirin üzərindən gedirik, amma universitetdə də o rüşvətin qarşısını alan nazirdir də, yəni Emin müəllimdir. Biz indi məktəblərdə bəs onu biz siz nəyə görə? Çünki universitet elə bir yerdir ki, gedirəm. Bax, təhsil məsələsi. Orada oxuyan tələbə savadlı kütlədir. Tələbələrdir. Sən bundan rüşvət alamırsan, sosial şəbəkə gücü var. Amma məktəb elə bir yerdir ki, ora heç kim getmək istəmir. Ora məcbur uşağı aparırsan. Uşağı aparırsan, uşaq da nə iş görür? Uşaq da atası gəlir ki, pul verim oğlum. Siz çox haqlısınız. Universitetlərdə bu gün yoxdur rüşvət. Mən pedaqoji universitetdə oxumuşam. Yusif Məmmədov bizim rektor idi, sağ olsun. Yəni təşəkkür edirəm o adama. Pedaqoji universitetdə Bakı Dövlət Universiteti, Bakı Dövlət İqtisad Universiteti vaxtında bazar idi. 800 manat idi semestr. Bu dəqiqə super. Texniki universitet çox əladır. Yəni ADA, Bakı Ali Neft Məktəbi ilə say bitməz. Bu dəqiqə bizim universitetlərimiz maşallah. Özdə təhsil də gücləndirilib. Yaxşı, onu da edən nazirdir də hər halda. Yəni bu yaxşılar indi biz yıxırıq ki, deyirik rektordur, nazirin yox. Mən onu düşünmürəm. Onu edən tələbədir. Yəni o universitetləri yaxşılaşdıran tələbədir. Bu dəqiqə universitetə girən tələbədən pul ala bilmərsən. Ömrü boyu biz narkoz deyirdik də İqtisad Universitetində bazar idi də. Yəni ki, qayıbın belə qiyməti var. Hər şeyin pulu var idi. Yəni belə eşitmişdik, belə bilirdik. İndi biz bu cəmiyyətdə böyümüşük də. Həmin tələbədir də, həmin tələbədir də. Nə fərqi var ki, dünənin tələbəsi, bugünün tələbəsi. Məncə tək tələbə deyil burada. Sosial şəbəkə yox idi, Rövşən xanım vaxtımızda. Yəni biz dərdimizi heç kimə danışan bildik. Maksimum gedirdik. Yəni sosial şəbəkə məktəbdən daha çox biabır etdiyi bir yer yoxdur. Bütün günü məktəb direktorunun səs yazısı, rüşvət faktı filan. Görürsüz, eyni şey sosial şəbəkə məktəbi də eləyirdi, amma görürsüz məktəb təmizlənə bilmir. Məncə bu deyil məsələ. Gəlin başqa bir axtarır. Yəni universiteti təmizləyiblər. Universitetlərimiz əladır. Bəli, çox yaxşıdır. Yəni məktəbin düzəlməmə səbəbi yenə deyirəm, elə məktəb direktorlarının özünü vəzifə başçısı kimi bir müəllimdən çox şirkət müdiri kimi aparmasıdır. Yəni problem budur. Yəni o ora qazanc məqsədi kimi baxır. Yəni problem budur. Direktorumuz qazanc məqsədi. Yaxın gələcəkdə bir çıxış yolu budur da. Həll yolu gözləyirsinizmi son olaraq? Əmək haqqı artırılmalıdır. Bax direktorun da. Bir reallıq var da. Məktəb direktorunu biz burada yıxaq sürüyək, rüşvət almasın. Siz 70 min deyirsiniz bir müəllim qazanırsa aya. Nə qədər əmək haqqı artırılsa da o 70 minə qaçacaq da. Yəni burada ən azından biz məktəbdə məsələn sizin xəbəriniz var, müəllimlərin maaşı artmır. Yəni bu dəqiqə artmır. Sertifikasiya imtahanı deyə bir şey gətirdilər. Sertifikasiya imtahanından yüksək bal yığanların, yəni 60 ballıq sistemdə 50 bal yığanın 10% maaşı artır. Bu da biz nə qədər davam eləyir? 5 il. Yəni sizcə 5 ildən sonra o 10% artımında 1 ilə 1-2% artım eləmir. Yəni 500 manat alırsa, bu adam əslində sertifikasiya imtahanı maaş artımı deyil, maaş artımının qabağını almaqdır. Ən azından əvvəllər sağ olsun, möhtərəm prezident hər yeni ildə bir sərəncam imzalayırdı. Ən azından müəllimlərin maaşı 15%, 20% hər il art-arta gedirdi. İndi onun qarşısını kəsdilər sertifikasiya imtahanına. Yəni hamının ən azından baxırıq ki, Daxili İşlər Nazirliyinin orqanlarının işçilərinə əmək haqqını artırırlar, fövqəladalar artırırlar. Amma müəllimlərin maaşı artımır. Müəllimlərin maaşı stabil qalır. Bunun da səbəbi dediyim kimi həmin sertifikasiya imtahanı oldu. Sertifikasiya imtahanı əslində müəllimlərin maaşını artırmaq yox, müəllimlərin maaşını stabil saxlamağa yönəlmiş bir addım oldu. Biz burada direktora istədiyini verməliyik. Biz o qədər neqativ məsələlərə toxunduq ki, heç yaxşılardan danışmağa zaman qalmadı, amma sizinlə yenə görüşəcəyik. Hər halda düşünmürəm ki, yalnız neqativə köklənmişdir. Yəqin ki, yaxşı Təhsil Nazirliyində görünən tərəflər də var. Yaxşı şey, məktəb baxımından deyirsə bir dənə də yoxdur.
Bu dəqiqə hal-hazırda məktəbdə yaxşı şey yoxdur. Siz lap ümidsizliyə Yoxdur. Yaxşı məni şey sadəcə qapatdınız. olaraq MİQ imtahanına məktəblərə savadlı müəllimlərin getməsidir. Bölgələrdəki məktəblərdə Bölgələrdəki məktəblərdə həm maddi texniki baza tərəfindən, həm müəllim tərəfindən. Yaxşı saylar. Maddi texniki baza, məsələn, elə kəndlər var ki, o məktəb o kəndə çox böyükdür məsəl üçün. Var, şükür. Yəni düzəldirlər. Olmayanlar da indi düzəldir. Regionallarda baxırsan ki, əvvəlki dövr deyil. Məktəblər düzdür. İndi sosial şəbəkədə çıxır 1-2 dənə uçuq sökük məktəb olmalıdır. Müəllimlər müəllimlər də yaxşılaşır. çatışır. Yaxşı tərəf nədir? Müəllimlərin işə qəbul imtahanı. MİQ-dən savadlı müəllimlər artıq rayona gedir. Məsələn, bu dəqiqə atıramda Daşkəsəndə tarix müəllimi girib kimə dərs keçmir. Məsələn, bu çox önəmli bir şeydir. Yəni artıq MİQ Amma bayaq imtahanı söylədiniz ki, bəzi rayon bölüm məktəblərində müəllim çatışmazlığı var. Var. Kimya müəllimi, fizika müəllimi, yəni belə var vacib əslində. fənlər. Bunun da səbəbi əslində direktorlardır. O vakansiyanı gizlədirlər, o vakansiyanı açmırlar. Məsələn, elə rayon olur ki, bir il ərzində vakansiya vermir. O məktəbdə heç mi, o rayonda heç mi pensiya çıxan olmadı, heç mi nə bilim analıq vəziyyətə gedən olmadı. Vakansiya verməyən, yəni məsələn, illərlə vakansiya verməyən rayonlar var. Rayon vakansiya vermir. Yəni o boyda rayonda bir vakansiya il ərzində formalaşmır. Biraz qəribə məsələlərdir. Şəhər müəllimini məsələn belə bir nəsə təşkil eləmək, layihə eləmək olar ki, şəhər müəllimini tutaq ki, 1 il, 2 il göndərib bölgələrdə. Necə bunun üçün addım atılıb. Yəni bu məsəl üçün bayaqdan pisdən danışdıq, yaxşıdan danışaq. Bu çox yaxşı bir şey. Əmrullayevin vaxtında oldu bizdə, bizim cənab nazir vaxtında oldu. Yaxşı bir addım atılıbdı. Nə iş görübdü? Rayonda işləyəcək gənc müəllimlərə imtahandan keçən, yüksək bal yığan gənc müəllimlərə həvəsləndirmə tətbiq eləyibdi. 160 bir motivasiyadır da. Bəli, 160 manatdır və plus daha qəşəng motivasiya 160 manat deyil. Məsələn, müəllim 700 manat alırsa, ekstra bir 160 manat ödənilir. H2 dediyimiz bir şeydir, həvəsləndirmə. Rayon mərkəzindən 20 kilometr aralıda olan məktəblərə şamil edilir bu. 160 manat plus öz maaşı 700 manat, bir 860 manat maaş alır o. Məsələn, və gənc müəllimlərə tətbiq olunur. Yox, mən Bakı müəllimlərini, Bakının məsələn güclü, heç ehtiyac yoxdur. Savadlı müəllimlərini mən sizi inandırım ki, transfer eləmək bu belə dəqiqə deyək. Pedaqoji Universitet, Dillər Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət bu universitetlərin məzunları onsuz da məktəbdə bütün şagirdlər dərs keçə biləcək potensialdadır. Bu dəqiqə bizim gənclərimizin hamısı, çünki o müəllimlik balı neçədir? Bu illər müəllimlik balı Azərbaycan ədəbiyyat müəllimliyi balı bu illərin 600 bala yaxın olub, keçid balı Bakı Dövlət Universiteti. Bizim deməkdir bu. 600 ballıq bir uşaq universitetə girib müəllimlik oxuyur. Və bu uşağı 4-cü kursa qutarandan sonra hara göndərsən, yəni bizdə bu dəqiqə elə müəllimlik fakültəsində oxuyan uşaq yoxdur ki, o savadlısı olsun. Çünki müəllimlik balı artıq çox yüksəkdir. O uşaqlar gedib sonra müəllim işləyirlər. İşləyirlər. Mən özüm hal-hazırda bu dəqiqə... dəqiqə... Bir son sualımı verim, bitirəm. Kişi müəllimlərlə bağlı bir ara çox söhbət var idi ki, kişi müəllimlər yoxdur da, yəni məktəblərdə və bu vacibdir. Bəli, uşaqlar kişi müəllimi olması. Biz gözümüzü açanda fizika müəllimimiz kişi idi, riyaziyyat müəllimimiz, cəbir müəllimimiz, həndəsə kişi idi, əmək müəllimimiz var idi. Yəni hərbi dərs keçirdik o vaxtda səhv eləmirəmsə də, yəni hərbi dərs idi məktəbdə. Bəli, hərbi hazırlıq. 90-cı illərdən danışıram. Onda hərbi hazırlıq kişi müəllimlər var idi. Yəni uşaqlar yəni istər-istəməz tarix müəllimimiz kişi müəllim. O da böyük problem. Var indi, azdır deyəsən. İndi kişi müəllim yox səviyyəsindədir. O da yox səviyyəsində. Yox səviyyəsindədir. Hər məktəbə gedin 4 dənə, 5 dənə kişi müəllim var. Niyə? Bunun səbəbi nədir? Əmək haqqı amilidir də. Yəni bu günün reallığıdır da. Məsəl üçün xırda bir şey deyim, çox xırda bir şey deyəcəm. Bir adam öz ailəsi 4 nəfərlik bir ailədirsə, bu adamların sadəcə yemək xərcini deyəcəm. Bir dönər, bir kola bu sadəcə bir dönər bir ən aşağı səviyyədən başlayıram. 3 manatdır. 4 nəfər əgər günə yemək olaraq heç nə demirəm amma bir dönər, bir kola yesə, bu eləyir nə qədər? 4 nəfər yesə eləyir 12 manat. 12 manatı vururuq biz 30 günə, yəni bir aya vururuq. Yəni sadəcə bu adamlar yeməsə, içməsə, qaz pulu verməsə, işıq pulu verməsə, heç nə eləməsə, günə bir dönər, bir kola içsə ailə üzvləri, bu dediyimiz kimi 12 manat vururuq, olsa gəlir 360-400 manat eləyir. Orta məktəbdə sadəcə bir dönər bir kolanın pulu 400 manat eləyirsə, yəni bu hansı kişi müəllim gətirib 500 manata 500 manat. Repozitorluqla məşğul olmaq gərəkəcək. Və onu eləyirlər. Və inandım sizə məktəblərdə baxın, özəl tədris mərkəzlərinə diqqət yetirin. Sosial şəbəkədə axtarın 99% rəhbəri kişidir. 99% rəhbəri kişidir. Yəni kişi müəllim yoxdur, yox, var. Özləri işləyirlər. Dövlət məktəblərində işləmək istəmirlər. Bəli. Niyə? Yəni niyə də, yəni dövlət məktəbində niyə işləsin bu adam? Yəni bu dəqiqə dediyimiz kimi hamı repetitiv fəaliyyətlə məşğul olur, hamı pulunu qazanır. Çünki bu dəqiqə günün reallığıdır xanım. Yəni sən 1000 manata da oluna bilmirsən. Bu dəqiqə Bakıda kira belə 700 manatdan başlayır, 600 manatdan başlayır. Sən müəllimə 400 manat verib kişi müəllim deyəmərsən ki, gəl burada bizim gənclik kişi xarakterində böyüt. Və 6-ya qədər də gəl otur, yaxşı sən 1000 manat verəcəm. Yoxsa 1000 manat da getməyəcək ora. 2000 də getməyəcək. Çünki bu dəqiqə kişi əmək haqqı istəyə bir şey var. Yəni mən biraz düzdür, burada cins şey qoymaq istəmirəm, amma qadının əmək haqqı həmişə ailə başçısının ailə bir dəstək olub. Yəni o qadın əmək haqqı həmişə olub ki, öz-özünü idarə eləsə. Amma indi dəyişib ha, yəni o ənənələr dəyişibdir. İstənilən halda bu kişi qadın əmək haqqı məsələsində mən həmişə kişinin əmək haqqısı yüksək olmalıdır.
O kişinin əmək haqqısı yüksək olmalıdır və bu 400 manat olandan sonra o kişinin gücü də qalmır gedib evdə nəsə bir şey eləməyə, problemə gətirib çıxardır. Ona görə kişiləri biz məktəbə apara bilmirik. Yəni bu əslində bizim mental Ağır. düşüncəmizdir. Bəli. Mütləq O kişinin mental maaşı, düşüncə ilə mental bizim düşüncəmiz məktəbimiz də elə o kişinin fəaliyyətə maaşı gətirib çıxardır. yüksək olmalıdır, amma Bəli. bu indi bir qayda deyil əslində. Deyil, Mütləq əlbəttə kişinin ki, sadəcə bu deyil. mental düşüncənin Elədir. hesab edirəm ki, Ona görə də çıxışıdır. getmirlər də o 400 manata razı Kamil, qalmır. mən çox təşəkkür edirəm. O qədər Siz maraqlı sağ olun. məqamlara toxundunuz. Düşünürəm ki, bizim dediklərimiz hər halda bəlkə ünvanına çatacaq. İnşallah. Yəni İnşallah düşünürəm ki, ən ünvanına azından məktəb çatacaq. direktorları bilsin ki, hamı hər şeyi bilir də. Yəni burada elə bilməsinlər ki, o damın altında etdikləri Amma damın altında. kəşke o argumentlərinizi, faktlarınızı gətirsəydiniz və növbəti daha yaxşı yayımlarda olardı argument ki, gətirərəm. yəni o kifayət faktlarla qədər. biz çıxış eləyiriksə, biz havadan deyil, fakta əsaslanıb çıxış eləməliyik. Ümumiyyətlə, yəni Bu gün hüquq bir da dənə fakt verdiniz. hüquq da bunudur. Hə, bir fakt verdiniz, amma hüquq da Adətən bunu elədir. deyir. Yəni ki, biz əlimizdə faktla çıxış eləyək. İnşallah növbəti görüşlərimizdə mən çox istəyərdim ki, bir gün bağçalarla bağlı da söhbət eləyək. Eyni problemlər Olar. düşünürəm ki, bağçalarda da var bu problemlər. Çünki özəl bağçalar, dövlət bağçaları, burada da bir balaca o fərqlilik, insanlar inamı məsələsi var ki, dövlət bağçasına qoysam necə olacaq uşağı? Özəl bağçalarda qiymətlər bahadır, həddən artıq. Yəni belə bu məsələlərə biz toxunacağıq. Mən sizə çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Rövşən Çox xanım, minnətdaram sizə Sağ ki, olun. çox geniş, açıq, müfəssəl məlumat verdiniz bu gün Sağ bizim olun, təhsil minnətdaram. sistemimizlə bağlı. Minnətdaram sizə. Əziz tamaşaçılar, biz təhsilimizdən söhbət elədik. Kamil Talibov təhsil eksperti studiyamızın qonağı idi. Düşünürəm ki, hər kəs özünə aid olan sözü, öz payını götürə biləcək və sözümüz, söhbətimiz ünvana yetişəcək. Bu qədər. Rövşənə Ağasəf qızı sizinlə bir yerdə idi. Yenə görüşəcəyik sizinlə Barometr TV-də. Sağlıqla qalın.